Patata matata hatata hata patata. Mən artıq dünyadayam. Düşdüyüm bölgə Azərbaycan. Azərbaycan dili yüklənir. Azərbaycandayam. Bura çox gözəldir. Burada olduğum üçün çox xoşbəxtəm. Bu nəsə çox rəsm oldu. Dəyiş. Ben indi mən nə varacam, gəldim ora düşdüm mənə. Dəyiş qadan olaram. Bu qurduş. Sən niyə belə deyirsən, Dəyiş də abi. Hadi sən cozu iyi bunda, dəyiş də. Balamın canından dolsun deyirəm. Aşmayıb da bu maşından ha. Üstü açıq 06'dan ha. Dəyiş də ha. Bu nəsə çox yaxşı oldu. Bu mənə uyğundur. Bu yaxşıdır. Tanış olmaları güzel. Olar. Tanış olmak istemiyorsan olma. Ne kışkırsan az? Ne dedin sen? Dedim tanış olmaq olar. Bu zarafattır. Kamera takın ardınsa. El eleyim. Targov da kıza dedim tanış olmak olar dedi olar. Hara el eleyim. Yo, bu zarafat deyil. Tanış olmaq olar. Gəl tanış olaq. Mənim adım 225 adı. 225 o? Masazırdan keçirsən. Avtobussan sen 225 ana da. Başa düşmədim. Avtobus nömrəsidir də bu. Bu nə addır belə qoyublar sənə? Nənəmin adıdır. Baba onun adı İkarus ola. Baxma. Gəl özümüzdən danışaq. Bu qədər tez. Danışaq da. Sən bu nə vid var? Şaxta babasan sən. Mənim gəldiyim ölkədə tanış olmaq çox rahat və normal bir şeydir. Xaricisən sən. Demək olar ki, Mən Andromeda galaktikasından, göy planetdən gəlmişəm. Bizim planetdəki çox qızlar gedir başqa planetdən özlərinə yar axtarırlar. O boyda yol gəlmişsən evlənməyə. Bu Andromeda belə masajdan çox uzaqdır. Deməli, olar. Sizin planetdən 2 milyon işıq ili uzaqlığındadır. Probkalı ya probkasız? Deməli, planet 3 var, kuruğu. Orada elə bir keçirsən, orada biraz probka olur. Oranı keçəndən sonra düz gedirsən, yol açılır. Sizə də üçün kurgu var. Andromeda. Sən onda belə çıxır ki, ələ getməmsən. Yox. Sən evdə qalmamsan, sən Pramoy galaktikada qalmışsan, Çox qəşəng zarafat oldu. Galaktikalar arası zarafat elədim, değil mi? Sən niyə qulağın turlanıb düşürəsin? Səndən xoşum gəldi ona görə. Sənə nə oldu? Mənim də kimlərsə xoşum gələndə meymuna dönməm. Mən səni aparacağım. Aparacağım nə da? Bir soruşdum, bəlkə heç nədəm məni sağ vermir. Aparacağım, elə də deyil. Heç indi bizdə qadınlar istəmədən getmir. O ki, qaldı kişi. Aparacağım səni, malam mən. Hər nə olur olsun, hansı yolla olur olsun, mən səni aparacağım. Qulası, oraya başa necə yerdir? Orada çayxana var. Yox. Moyka var. Yox. Əlahda onda bir dənə orada gedib 6 moyka üstü çayxana açaram. Adını da qoyaram Tofiqin dünyası. Krallar kimi yaşayaram. Amma yox, mamam qoymaz. Mama uşağısan. Sən oradan bilirsən, az o sözü. Bizim planetdə də bütün kişilər mama uşağıydı. Ona görə də bizim planetdəki qızlar gedir başqa planetdən özlərinə yar seçirlər, mama uşağı olmayan.
Baba belə qaçıda cəmaatı at çıxartmışdı. O vaxt Mister Bin də qaçdı, belə işıqla zadla. Mən evdəkilərdən xeyir-dua almasam, mamamdan, papamdan alınmaz. Amma təcələ xeyir-dua alaq. Amma sən demə də Andromeda, nə bilim, haralardadır, 200 milyon işıq ili zat. Mam deyir ki, öz kəndimizdən, kəsəyimizdən evlənir. Sən desən elə ülkəri arvad. Yaxşı. Yaxşı. Gedək. Qulağını çox tullandırıb düşdürmə, bitər olam. Kızım televizor açın görün nə var ha televizor. Aç, sən mənə, mən də sənə baxa-baxa oturmuşuq. Mars hazırda yad planetli gemisi tapıldı. Bölge sakininin gördükleri marağa sebep oldu. Ha, gel buraya Firdey, gel buraya. Neler görmüşsen danış. İtləri qovurdu. Pist, pist, pist. Danış, neler görmüşsen. Nə görmüşəm ki mən? Yad planetler boş kap değil mi? Canlı Firdey. Hə. Deməli, dedim, dolğa bılıyırdım. Bir də gördüm başımın üstündən bir də böyük bir şey fırlanır. Gəldi bir də dəxilsiz bir də yerdə pasatqa elədi. Sonra? Sonra gördüm ki, içindən bir nəfər çıxdı. Baxıram, gördüm mənə tanış gəlmir. Qayıtdım, bacı, gördüm cavab vermədi. Xanım, gördüm cavab vermədi. Qardaş, qonmaz. Gördüm, heç baxmıram mən. Dedim, o şeyləcinə, o yığışdırıb buradan, baş üstündə kamera vardı, cərimə eləyərlər, yazarlar. Çıx get. Hələ buna deyən kimi uçdu getdi. Uçurdu. Kim uçurdu? Demir, sen bəs uçurdu yad planetli. Ay, o özüm əlimdən, hələ belə dedim. Mənə deyir, yorumun başını bıraxır. Mənə TikTokda göstərərsin. Sen canlı efirdəsən. De Allah haqqı. Canlı efirdəsən deyirəm Doğrudan. sənə. Yaxındır kadrası var. Onların əli televizordan çıxır, yoxsa mailə gəlir. Mən heç nə Tamam, göndərə görmürəm. bilərəm buradan mən bir də. Röya, səni sevirəm mən. Sənin üçün sinema gedirəm. Ölürəm səndən ötürü. Söndürüm mən bunu çoxdan. Gələndə sənin üçün növbat, imkan ver sözünüzü deyək. Gələndə sənin üçün növbat gətirəcəm. Öpürəm, davay, sağ ol. Bu yad planetli zat söhbəti boş-boş söhbətdir. Ona qalanda hamı deyir ki, yer yumrudur. Bəsdir sən Allah. Nə bəsdir? Yumru deyil yer. Yer yumru olmasaydı sənin dayın kafedə içib evə dumudana gelib Afrikaya çıxardı. Deməli ki, düzdür ki, bu düz evə gəlib çıxır da. Ay kişi, Ha. mən buradan belə baxıram, sənin də başın yumru görünür. Amma içi tüppələm düzdür. Başımın içi düzdür. Sən mən başımı bırakıb mən qocalıb getmişəm. Sən oğlundan danış, oğlundan. Hanı, vaxtında sağ dedim evləndirək, bir adam içinə çıxardaq bunda. Evləndirmək lazımdır bunu. Harada heç bir maraqlanmışsan? Yaralı yerimə toxunmadan ha, evlənsəydi heç dərdim olmazdı, mağul başımız qarışardı. Demişəm, əhd eləmişəm. Elə ki, oğlum içəri girdi günlərin bir günündə. Mənə dedi ki, ana evlənirəm, göbək atat oynayacam qabağında. Özüm ölüm. Ana! Evlənirəm. Advat dur kodda! Nə? Nədir? Ay sənə mən qurban olaram, ay oğlum. Ölmədik, bu günü də gördük. Bu gözəl qızı hardan tapmısan? Niyə ayaq üstə qalırsınız ki? Açığı heç bilmədim, göydən düşmə oldu. Elə mi? Bu düz dünyanın düz vaxtı bu qızı hardan tapıbsan? Siz elə bilirsiniz, yer kürəsi düzdür? Kızım, sən onsuz da bu evə gəlin gəlirsən bu gün sabahda, indi bilmək olmaz. Sağ indidən deyim ki, yer düzdür. Ümumiyyətlə, hər yer dümbələm düzdür. Bir dənə Bakı-Quba yolundan başlayır. Qalan hər yer dümbələm düzdür. Ayaqsa qalmayın, keçin. Amma mən kosmosdan baxanda yumru görürdüm. Hardan baxanda? Bu Montində kosmosun binaları var. Orada qalır da. 20-ci mərtəbədə elə bil oradan baxanda yumru görür də park zat. Qızım, kimlərdənsən? Mən 648-in qızıyam. Dədənin adı 648-dir. 648 saylı məktəbin direktorunun qızıdır. Yaxşı da. Baxın sənə, eləmə. Müəllim ailəsidir. Müəllim ailəsidirsə yaxşıdır. Müəllim ailəsidirsə yaxşıdır. Hardadır bə? Valideynləriniz adı hardadır? Valideynlərim bu dünyada deyil. Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Yox, ölməyiblər. Onda Allah saxlasın, nə deyim? Hardadır? Ölüblər. Bu qəbullana bilmir. Qəbullana bilmir. Bəsdir də. Allah rəhmət eləsin, heç nə. Deyirəm, adam heç ona baxanda deyərdim, bu ölüb. O gün dimdik qabağımda ora gedirdi, bura gedirdi, ora gedirdi, bura gedirdi. Adam heç inana bilmir ölməyinə. Nə danışırsan sən? Qızım, siz harda tanış olmuşsunuz? Sən bunu hardan tapmışsın?
Deməli, ulduzlar arası səyahətdən qaydırdı. Ulduz metro stansiyasında elə. Düşdük, boşluqda ora. Nə Elə danışırsın? orada Kansaler zavodunun həyəti var, orada elə. Ay bala, ay sənə qurbanım. Qismət belə yerdə deyiblər. Ulduza heç kim düşmür. Nətə bir yerdə düşüb rastlaşıblar. Hə, düşdü də bir dəfə düşəndə düşür. Düşəndə düşür. Bəs bunun indi bu valideynləri zadı niyə gəlmədi? Salam aleyküm, axşamınız xeyir. Nətərsiniz ha? Nətər danışdım qonşu? Qonşu, yaxşıydı, baxdıq. Amma ağzına gələn danışdın. Ağzına gələ özün danışmısan. İmkan verin, mən doktorum deyib oturaram burada. Ağzına gələ özün danışmısan. Nə vardı o dedim də, özü narahat olmayın. Bu dəqiqə ekspertlər var ha. O uçan boşqabın içərisini araşdırırlar, görə nə çıxaracaqlar orada. Nə? Mən getməliyəm. Ay qızım, indi gəlmirsən, hara tələsirsən? Özdə, mənə elə gəlir ki, bu uçan tarelikanı 100% qadın sürüb. Niyə ki? Yan qapıları cızıq idi, belə bir şey. Sən o boyda kosmosda, o boşluqda bunu hara sürtdün? Neyimi? Kosmosun ortasında kometa var idi da, ağzını yığışdıra bilmədim, getdim sürtdüm. Özdə, bir dənə də bir şey gördüm orada. Deməli, bu deyirəm, əgər bunu qadın sürübsə, düzgün sürməyib, düzgün istifadə edmir. Parpresin qabağın var, hamısını düzgün şeylə, deski quşqalarla, qabağı görmək olmur axı. Kosmosa sən ağayracaqsan, ay bacım, mənim başım çıxmır. Deyən, onu gül. Deyən, bir sən o, belə çəkişlər mən görənmirəm, bax onu. Sən o, o tarelikadan düşən bacısan, o ki gördüyü. Tarelkada bacı olur, küftədir bu. Ben nə olur da? Üç bacı da olmasıdır bu, tarelkadan düşən bacı. SMS gəldi sənə? SMS radar, 18 manat cərimə. Parkingdən gəlib. Siz düz deyirdiniz, gərək orada saxlamazdım. Yazıblar. Mən elə bilirdim, sən yat planetlisən, bilirdim. Nə olar məni öldürmədən, nə olar başıma dönərəm, nə olar məni öldürmədən. Getdi. Yat planetdə nədir? Bu da bizim kimi insandır da. Bundan niyə qorxurlar? Bizim kimi insanı belə zəngə qarıb. Yox, mən insan deyiləm. Mən yat planetdən gəlmişəm. Yat planetdən gəlibsən? Mən inanmıram. Sən nətər sübut eləyə bilərsən ki, sən yat planetdən gəlmişsən? Əslində mənim sizin kimi insanlardan çox fərqim var. Nə? Məsələn, biri. Birini sizə deyə bilərəm. Elə bir siz düşünə bilərsiniz. Mən onu, sizin düşüncəvizi ətrafa hamıya qulaq astıra bilərəm. Eləmi? Birinci niyə qulaq ası oldu? Qulaq asan ya. Ananın düşüncələri. Yemeği pişirdim, evlerde sildim. Bunu bana nasıl yaparsın Behlül? Natiqin de kızını parkta oğlanla görüpler. Beyaz geceler, beyaz geceler, danıştı ürəkdən dünyalar qədər. Beyaz geceler, beyaz geceler, sirdaş oldu bizə beyaz. Ay, başımı çıpartladı. Ay, sizin beyniniz necə qarışıqdır. Mama, sən halal olsun. Sən bu Bəhlüllə Bihtərin arasında bizə də vaxt ayırmışsansa, fikirləşmirsən. Çox sağ ol, yəni övladlar. Həqiqətən halal olsun. Oğlum, mən anayam. Ananın qədrini hər kəs bilməz, ay bala. Eləmi? Ana olmaq çətindir. İndi qızım, mən qulaq as gör mənim düşüncəmə nə deyir? Mənim düşüncələrimə qulaq as görüm. Denən görüm düşüncələrimi. Əzlaf Keşkoşlar nəsələrini öldürdü. O Hüseyni harada tutsam öldürəcəm. Yaşda keçir, qıraqda bir arvad da saxlayanmadım, ölüb gedəcəm. Qıraqda arvad saxlamaq? Qıraqda arvad saxlamağı niyə deyirsən? Sən nə danışırsan, hə? Kim? Sən? Mən kiməm? Otur, dayandım sana, otur. Ya, o söhbət sonra eləyər. Nə var, bizi kim qoca adamların beynini üçün oxumağa? Oxuya bilirsən bu cavanı oxu görüm. Mən yatdı ortalıq. Yoxuyum da. Mən indi bildim. Sən düz... Bu, məncə mənim qarnıma qulaq asır. Bu daha çox qarın qırıltısına oxşuyur baba, amma... Nə yemişdin ki? Vallahi bu səsdən heç aydınlaşdıramadım. Mən indi dəqiq bildim ki, sən insanların fikrini, düşüncələrini deyə bilirsən. Çünki mən həmişə demişəm ki, bu başı boşdur, bu başının içində heç nə yoxdur. Ay kişi, sən nə danışırsan, bir deyən görüm. Ay bala, qohum ağrabaları qoyaq bir qırağa. Sən dünyanın gözünü yırtıb,
öz planetimizdəki qızları qoyub, yad planetli qızla niyə belə evlənmək istəyirsən? Tapmısan o qızı. Deyirəm gen qarışdın da mama. O məni tapmayıb, mən onu tapmışam. Vay. Sən məni tapmışdın ha, bax bu da o tapıb. Əkiri, deyən görüm ay qızım, sən niyə öz qohum əqrabandan biri ilə evlənməmsən? Bizdə qohum evliliyi qadağandır. Bunlarda da xaloğluya qız vermirlər. Ay, bura bax, gəlin hələ gəlməyib. Gəlin hələ gəlməyib göylə gedir. Mama başa düşdü onu, cavandı da, beyni qandı. Nə? Deməli sən, mən anan qıraqda dura-dura, yanında dura-dura bunun tərəfini tutursan, bu qızın tərəfini tutursan. Uzaq yol gəlib də, Andromeda yandıra qalmış ki, hardadır? Oğlum bunun başını bırak, bu söhbətlərin hamısını bağlayayım. Mən nəvə istəyirəm, mən nəvə görmək istəyirəm. Onu oğlunuzdan istəyəcəksiniz, məndən yox. Niyə ki? Məndən niyə ki? Çünki bizdə uşaqları kişilər dünyaya gətirir. Bunu mənə deməmişdin ha sən. Ay qızım, sən nə danışırsan? Mən elə şeyə razı ola bilmərəm. Gəl azol, doksun. Mən razı ola bilmərəm ki, qonum qonşu el aləm desin ki, mənim oğlum hamilədir. Sən nə danışırsan? Baba, elə şeylər demə, də pis oladı. Qızım, mən bir şeye başa düşmədim. İndi sən mənim oğlumu aparırsan, düzdürmü? Getdin orada xasiyyət saat tutmadı. Təzdən hamilə bunu üstümüzə qaytaracaqsan. Ay baba. Ay baba, elə şeylər danışma la. Bizdə kişilər... Bizdə uşaq kişilərin burnundan düşür. Keyser olur yoksa təbii də olur. O burnundan fırt elib çift söhbəti sizdən gəlir. Qızım, Mən gərək o Andromedada ikisini doğum yerimi bərkidim ha baba. Bu çətin iş oldu bu elə bil biraz. Yox, asan işdir doğmaq. Mən də sən doğmusan baba. ay kişi, Ha. sən bunlardan bir soruş görüm. Tutaq ki, bu toy oldu. Oğlan toyu Bakıda, qızın toyu Andromedada. Yox, indi mən sana bir söz deyim də, bu bizim qohum əqrəba oğul, bu Andromeda nəsil olan nətər gedəcəklər. Bax, bizim özdə nəsil kök bilirsən ki, bunlar maşını pis sürürlər də, gedib orada hadisə zad eləyərlər, avariya zad eləyərlər, o nətər olacaq? Hə də, biz gəlin gətirdiyə gedəndə uzaq yolda düşürük, çalıb oxuyuruq, oynayırıq və bunlar nətər olacaq? Bu şeydir, bu maşın qabağını kim kəsəcək? Massılar kəsəcəklər. Bir dəqiqə dayan onu. Toy nədir? Məndə belə bir məlumat yoxdur. Səndə toyla bağlı məlumat yoxdur. Qızım, onda səndə heç nə yoxdur. Bu toy haqqında nətər məlumat yoxdur? Mən illərlə cəmaatın toyuna gedirəm, 50 manatlıq yeyirəm, 30 manat pul yazdırıram. Bu boyda pullar xərcləmişəm. İndi mən bu pulları qayıdıb yığmayım. Hə də, ay qızım, ay oğul, biz səni evləndirəndə qız üçün qırqızıl alacağıq da inşallah. Və bu qırqızılı qohum əqraba görməsin. Adama nə deyərlər, biabır olarıq. Nə deyirlər adama? Nə deyərlər? Mən bu haqda maraqlandım, araşdırdım. Aha. Sizdə çox gözəl adətlər var imiş. Toy çox yaxşı bir şeydir. Qəşəng. Sizin toylarda nədənsə bəylə gəlindən çox insanlar xoşbəxt olur, qonaqlar xoşbəxt olur. Bir də cehiz deyilən bir şey var sizdə. Hə. Siz insanlara özünüzü yaxşı göstərmək üçün, yaxşı cehiz verdim qızıma demək üçün gedirsiniz kreditə girirsiniz, gedirsiniz borcu alırsınız. Hamı desin ki, gördün nə qəşəng cehiz verdi. Hələ mən sizin toy menyularınıza da baxdım. 5 çeşit yemək var. Siz onlar necə yeyirsiniz? Sən 30 manatlığa baxmısın, sonra hələ 120 manat, 150 manat. 5 nə də, 20-30'da yemək olur. Aşı yeyirsən, üstündən marojnu, üstündən çay. Sonra da bayaq gələn səslərdən gəlir. Mən yaşları da araşdırdım. Sizdə esandan keçib yemək içməyə. Mən belə düşünürəm ki, 1-2 ilə sizin yaşlarınız toyları keçəcək.
Hocam ananas sot da verir. Qızım, o kənardan baxanda elə görünür. Bir də ki, şükür Allaha, biz heç kimdən dala qala bilmərik. Başa düşdün? Mən sənə bir söz deyim. Deyirsən bizimki tutmayacaq, mənim balam. Sən mənim balamdan əl çəkdən, nə olar, çıx get. Tofiq? Mən belə görürəm ki, bizdə alınmayacaq. Mən gedirəm. Biz əməlli ayrı dünyaların insanlarıyıq. Kosmos balacadır. Bəlkə bir gün rastlaşarıq. Mən səni unutmayacağam Andromeda gözəli. Mən də səni unutmayacağam, dünyalı. Mən getməliyəm. Dayan. Bu mahnıya qulaq asarsan, həmişə məni xatırlayarsan, bax.